Nərimanov parkının və Nərimanov metrosunun yaxınında yeni tikili binada çox gözəl, geniş, 3 otaqlı mənzillər sizin qarşınızdayam, dəyərli izləyicilər. Yerləşməsi də əladır, mənzilin özü də, proyekti də, təmiri də ən əsası keyfiyyətlidir. Yəni bunu gəlib canlı baxanda da şahidi olacaqsınız. 3 otaqlı 137 kvadrat ölçüsü var və dediyim kimi proyekt gözəldir, yer çəkən skvoznoy proyekti var. İndi mən mənzildə nə var, nə yox, hamısını bir-bir sizin nəzərinizə çatdıracağam. Elə başlayırıq bu geniş, işıqlı mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda döşəmə qranitli, üstü döşəmə ilə təchiz olunub. Sol tərəfdə bu hissədə divarçı dolabımız yığılıb. Belə bir sürgülü qapı ilə dərinlikdə ideal səviyyədədir. Bütün əşyalarınızı tam rahatlıqla yerləşdirə bilərsiniz. Bu hissədə əyləşmək üçün, paltar asmaq üçün yerlər nəzərə alınıb. Otaqların yerləşməsini deyim, bura mənzilin əsas yataq otağıdır. Yanında ikinci yataq otağı, burada mətbəximiz, sanitar qovşaqlar, yan-yana ayrı-ayrı, orada demək çamaşırxana, ora isə mənzilin qonaq otağıdır. Gəlin elə buradan başlayaq. Mənzilin mətbəxindən ilk öncə başlayıram. Otaqlar ümumilikdə çox genişdir. Yəni ki, videodan da hiss edirsiniz. Bura mənzilin mətbəxidir. Girişdə olan üstü döşəmə, burada da davam etdirilib, burada da döşəmə qranitdir. Mənzilin eyvanına bu mətbəxdən çıxış var, genişdə eyvanı var. Və burada nə var? Yeni, gözəl mətbəx mebelimiz yığılıb. Tam axıra kimidir, görürsünüz. Şkaflar çoxdur. Bütün əşyalarınızı tam rahatlıqla yerləşdirmək imkanınız var. Yəni, dərinlik də yaxşıdır. Üstü və sinəliyi mərmərdir, qaz peçi, aspirator, bu hissədə sobamız, 2 qapılı soyuducu yerləşdirib. Yəni, hər bir şey təzədir, yəni istifadə olunmayıb. Bütün otaqlarda kondisionerimiz var. Mərkəzdə gözəl böyük lüstrumuz, spotlar, gizli işıq, bura işıqlar, hər bir şey dediyim kimi çox gözəldir. Burada isə yerləşir, deməli, mənzili, belə deyim, qab yanında burada yerləşdiriblər. Yəni, bütün texnika var, sadəcə mebelləri yerləşdirirsiniz, köçüb yaşayırsınız. Mətbəxdən məncə bu qədər kifayətidir. Gəlin, mən sizə göstərim mənzilin sanitar qovşaqlarını. İçərisi kifayət qədər genişdir, bütün aksesuarlar var. Maraqlı teksturalı da qranitlər seçilib. Dediyim kimi, çox keyfiyyətli təmini var. Burada isə böyük sanitar qovşağımız, içəridə duş kabini yığılıb sol tərəfdə. Göstərin sizə. İçərisi kifayət qədər genişdir. Yəni, yəqin ki, hiss edirsiniz. Qızıl rəngli aksesuarlardan istifadə olunub. Duş kabini də hamısı keyfiyyətlidir. Unitazımız, moydadır. Və təbii ki, sanitar qovşaqlar da isti döşəmə ilə təchiz olunub. Burası isə mənzilin çamaşırxanasıdır. Paltaryan burada yerləşdirilib. Görürsünüz, şkaflar da yığılıb. Yuxarı hissəsində burada paltarınızı yuyub, ütülüyüb, yığa bilərsiniz. Burada isə yerləşir mənzilin geniş, işıqlı, gün düşən qonaq otağı. Mənzil ümumiyyətlə işıqlı mənzildir. Yəni, gün düşən tərəfə baxır, onu deyim. Döşəmə, deyim ki, otaqlarda parketdir. Mərkəzdə gözəl bir lüstrumuz var. Pərdələr asılıb, istilik sistemi, kombi, radiator kimi hamısı quraşdırılıb. Bu hissədə təşkil işıqlar, masa burada nəzərə alınıb. Ölçü də kifayət qədər genişdir. TV internet çıxış bu tərəfdədir. Bu hissədə istənilən mebel dəstinizi tam rahat yerləşdirə bilərsiniz bu tərəfdən. Dediyim kimi, bütün otaqlarda kondisioner var, hamısı da işlək vəziyyətdədir. İstifadə olan elektrik qutalarına kimi hamısı keyfiyyətlidir, bahalıdır. Keçək, mən sizə göstərim mənzilin əsas yataq otağına. Bayaq dedim, girişdən daxil olduqda burada sağda yerləşir. Ölçüsü də yaxşıdır. Qonaq otağı ilə demək olar, eynidə haradasa 3-4 kvadrat fərq ola bilər. Parketdir, dediyim kimi, otaqlar. Burada da bir balaca eyvanı var. Bu yataq otağına çıxış. Təmir otaqlarda demək olar, eynidir. Müəyyən rənglərdə fərqliliklər var. Məsələn, lüstrda, işıqlarda biraz fərqliliklər var. Amma təbii ki, keyfiyyət olaraq hamısı eynidir. Açıq rəngli divar kağızlarına istifadə olunur. Bu da, belə deyim, gözü yormur. Burada yerləşmə belədir. Taxtın yeri bu hissədə. Burada nəzərə alınıb. Arxada bura işıqlar yerləşdirilib. TV internet çıxışsa burada əks tərəfdədir. Keçək, mən ikinci yataq otağında göstərim. Sonra qiymət və digər məlumatları nəzərinizə çatdırım. Burada yerləşir ikinci yataq otağımız. Bu da digər yataq otağına eyni ölçüdür. İstəsəz uşaq otağı kimi, istəsəz böyük yataq otağı kimi istifadə edə bilərsiniz. Bu da sizdən asılıdır. Yerləşmə belədir. Taxtın yeri
burada nəzərə alınıb. Bu hissəyə şkafı eyni zamanda o tərəfdən də yığa bilərsiniz. Ölçü çox genişdir, rahatdır. Gözəl rəng tonlarına malik pərdələrimiz də asılıb. TV internet çıxışımız buradadır. Lepka işləmələr, maraqlı divar kağızları, bir sözlə hər bir şey ideal səviyyədədir. Belə, mən mənzildə nə var, nə yox, demək olar hər şey sizin nəzərdə çatdırdım. Keçirik məlumatlara. Yerləşir Nərimanovda. Nərimanov metrosuna piyada 2 dəqiqə məsafədir. Eyni zamanda Nərimanov parkına yaxındır. Yeni tikili bina, yeni təmirli 3 otaqlı mənzildir. Ölçüsü 137 kvadratdır. 16 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. Məişət texnikası təchiz olunub, onlar var, sadəcə mebelləri almaq qalır və mənzilin start olaraq qiyməti 555 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.